Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma. Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə. Bizi əfv et, bizi bağışla və bizə rəhm et. Sən bizim himayədarımızsan. Kafirləri məğlub etməkdə bizə yardım et. Qullarıma mənim bu sözümü deyin. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O həqiqətən bağışlayandır, rəhimlidir. Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən o saatın sarsıntısı müthiş bir şey olacaqdır. Heç bir şey barəsində mən onu sabah edəcəyəm demə. Ancaq inşallah de. Unutduğun zaman Rəbbini yada salıb, ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönətsin de. Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Kafirlər üçün hazırlanmış oddan çəkinin. Allaha və Peyğəmbərə itayət edin ki, bəlkə sizə rəhm olunsun. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi.